Allah şəhidlərə rəhmət eləsin, qazilərə can sağlıq versin, dövlətimizi də qorusun. Şəhidə nətər hörmət qoyuldusa, şahidinə də elə hörmət qoyuldu. O qaydada da getdi. Rayon rəhbərliyinə, qazilərə Allah can sağlıq versin. Rayonun da rəhbərliyindən Akstafa rayonu. Hörmət də, hər şey qaydasında, hər şey. Nətər ki, şəhidimiz götürülübsə, şahidi də o qaydada da götürüldü. Allah can sağlıq versin, Allah köməkləri olsun. Yəni, nətər lazım idisə o qaydada da yola saldılar. Allah bu cəmaatdan, nə bilim bu rayonun cəmaatından, rəhbərliyindən, dövlətimizdən Allah can sağlıq versin, Allah köməkləri olsun. Allah onlardan razı olsun. Yəni razı qaldıq. Razı qaldıq, hə. Allah Nətər lazımdır. bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də Nətər rəhmət eləsin. götürüldüsə, şahidi də o qaydada götürüldü. Düzdür, şəhidin orada canın qoyur, biri beynin qoyur, biri qolun qoyur, elə bil onların zamınıdır. Hərəsi bir yerin qoyub orada gəlib. Bu da beynin qoyub orada gəlmişdi. İndi o da bir... Allah rəhmət eləsin. Allah sizdən razı olsun. Nətər lazımdır, rayon rəhbərliyi götürdü. Allah bu qazilərin də can sağlıq versin. Qazilər də çox köməklik elədi. Qazilər birləşdi. Çox. Nətər lazımdır da yəni. Allah onlardan razı olsun. İcra başçısına da deyərəm ki, razı qaldıq. Allah ondan razı olsun. Nətər lazımdır o qaydada. Şəhidi nətər götürdüsə, şahidini də o qaydada götürdü. O qaydada da hörmət olundu. Çox sağ olun. Sağ olun. Qarabağ Ərlərin Qayğı İctimai Birliğinin Akstafa filialının sədri Ceyhun Əliyev. Buyurun Ceyhun müəllim. Allah rəhmət eləsin bütün şəhidlərimizə. Kənan da şəhidimizdir. Bütün məlum səbəblərə görə bu səbəblər bir neçə qazilərimizin başına gəlir və xəstəlik aldıqları travmadan belə bir şeylərə cəhd edirlər. Mən bütün qaziləri bu işlərdən kənar durmağa çağırıram və Kənan balamızın da bu günləri 3 mərasimində göz qabağındadır. Necə şəhidlərimizi dəfn eləmişik, elə də dəfn elədik. Mən də bir birlik sədri olaraq cənab Seymur Oruzovdan çox razıyam. Allah xalqımıza versin, Akstafamıza versin. Bütün Akstafa xalqı buradaydı, bütün qazilər buradaydı. Gələn qazilərimizə təşəkkür edirəm, şəhid ailələri buradaydı. Hamısına təşəkkür edirəm ki, şəhidimizi urvatlı dəfn elədik. Bir qazi olaraq qazi yoldaşlarınıza, silah yoldaşlarınıza nə demək istəyərsiniz? Mənim oğlum da qazi. Oğlunuz da qazi. Mən bu işlərdən uzaq durmağa çağırıram. Ona görə özlərinə qəsd eləməklərindən uzaq çağırıram. Olmasınlar. Bu həqiqətən dərddir, valideyn üçün dərddir. Allah bir daha şəhidlərimizə rəhmət eləsin. Mən də qazıyam, Kərim Oturman. Allah qazimizə rəhmət eləsin, cəmi şəhidlərimizə ruhu şad olsun. Siz də əziyyət çəkib gəlibsiniz, sağ olun. Başa düşmək lazımdır. Bu qazilər, bu elə belə bu olmur. Vallahi bu xəstədir, kontuziyadır, şizofreniyadır. Başa düşmək. Sağ olun. Deməli, baxmayaraq ki, Aşırov Kənan aprel döyüşlərinin qazisi olduğu halda ikinci səfər 44 günlük vətən savaşında iştirak edibdi. Onun məndə canlı videosu da var, onun fakt sübutlu Məştəqada yatması da var Kənanın. Aprel döyüşlərində yaralanmışdı Ağdam rayonunda. Yaralı vəziyyətdə Məştəqada yatıb, atandan sonra bu 44 günlük savaşa da təzdən qatılıbdı. Qazi olduğu halda təzdən o döyüşlərə də qatılıb. Yenə könüllü qoş. Könüllü də gedib, hə. Gedib vətənində qoruyub. Yəni qazi olduğu halda ikinci səfər ora gedib. Yaralı. Vətən uğrunda canını fəda edir. Fəda etdi, hə. Yəni bu qayda. Allah heç bir zaman övlad dərdi, heç bir valideydə yaşatmasın.
Qazilərimizə də demək istəyirəm, veteranlarımıza da demək istəyirəm. Bir döyüşçü övladı kimi sizdən xahiş edirəm, yalvarıram. İntihara yox deyin. Etməyin intihar. Canınıza qəsd eləməyin. Çünki o çıxış yolu deyil.